Değerli izleyiciler, hamınızı salamlayırıq, kanalımıza xoş gəlmisiniz. Bu günləri pomidorla qırmızı biberin qarışıq pastasını hazırlayırıq. Ayrıca pomidorun pastasını, yəni tomatın hazırlanmasını və qırmızı biberin pastasını sizinlə paylaşmışıq. Bu günləri onların ikisinin bir yerdə qarışıq pastasını hazırlayırıq. Daha rahat üsulla hazırlama qaydasını sizinlə paylaşacağıq. Bunu izləyicilərimiz də bizdən xahiş etmişdi. Bugün hazırlayırdıq. Sizinlə də paylaşmaq istədik. Əgər sizin üçün maraqlıdırsa, bizimlə qalın. Əvvəlcə ərzaqları təmiz yuyuruq. Sonra pomidorları və biberləri doğrayıb bir qazanın içərisinə tökürük. Biberləri və pomidorları qazanın içərisinə doğrayıb tökəndən sonra qapağını bağlayıb ocağın üzərinə qoyuruq. Əvvəlcə qazı biraz az açırıq ki, pomidorlar suyunu buraxsın, suya düşsün. Mən onu bir müddət ağzı bağlı vəziyyətdə saxladım. Gördüyünüz kimi suyu artıb, biraz yumşalıblar biberlər də, pomidorlar da. Mən də qapağını qaldırıram. Elə qalır, daha da yumşalır. Suyu da bir qədər çəkilir. Yumşalmalıdır. Həm biberlər biraz gec yumşalır. Biberlər də yumşalmalıdır tam. Artıq tərəvəzlərimiz kifayət qədər yumşalıb. Qazı söndürürük və blenderla onu xırdalayırıq. Mən blenderim dəmir başlıqlı olduğuna görə mən onu isti-isti xırdalayıram. Əgər sizdə plastikdirsə, soyudun sonra yeyin. Artıq blenderla işimiz qurtardı. Blenderi çıxartırıq. Və onu süzgəcdən keçirdirik. Bu dəmir ələkdir. Mən ondan keçirdirəm. Altına da bir ləyən qoymuşam. Tumları, qabıqları ləyən süzgəcdə, ələkdə qalır. Lətli hissəsi suyu altdakı ləyənə tökülür. Bu şəkildə keçirdirik. Artıq biz biber pomidor qarışığının hamısını ələkdən keçirdik, hazırdır. Sonra arada da mən ələyin altını əlimdəki spatula ilə sıyırıb təmizləyirəm ki, rahat keçirə bilim. Sonda da təmizlədim və hazırladığım biber pomidor qarışığını tökürəm elə hal pişirdiyim qazanın içərisinə.
və ocağın üzərinə qoyuruq. Qazanı ocağın üzərinə qoyuruq və tomat qatılığına qədər qatlaşdırırıq. Əvvəlcə hələ ki tərkibində su var, bir qədər qalır. Sonra görürük ki suyu çəkilir və qıldayıb ətrafı bulayır. Ondan sonra biz onu taxta qaşıqla qarışdıra daha da qatılaşdırırıq, tomat qatılığına çatdırırıq. Artıq tomatımız bir xeyli qatılaşır, ancaq kifayət qatılığa çatmıyor. Biz indi onun duzunu əlavə edirik. Gözünü qıldayır. Duz zövqə görədir. Siz bunu əvvəlcədən duzunu əlavə etməyin. Yəni duru olanda çox görsənir. Duz əlavə edirsiniz, sonra getdikcə qatılaşır və suyu çəkilir. Duz isə canında qalır, şor ola bilər. Ona görə biraz qatılaşandan sonra əlavə edin duzunu. Duz da dediyim kimi zövqə görə əlavə olunur. Bir qədər də qatılaşdırıram. Artıq pomidor, biber tomatımız tam hazırdır. Gördüğünüz kimi bildiyimiz tomat qatılığına çatır. Qaşıqla dibini sıyıranda qazanın dibindən rahatlıqla ayrılır. Suyu qalmayır tərkibində. İndi biz onu sterilize etdiyimiz bankalara yığırıq. Mən xırda bankalara yığıram. Siz də ailənizin sayına uyğun bir qədər iri bankaları yığa bilərsiniz. Bankaları əvvəlcə 10 dəqiqə sterilize edirəm, 5-10 dəqiqə. Sonra bankalara tökürük. Tək pomidor tomatı bir qədər tünd qırmızı rəngdə olur. Tək biber, qırmızı biber tomatı isə açıq qırmızı rəngdə olur. İkisi bir yerdə buna daha gözəl rəng verir. Biber onun rəngini açır. Dadı da çox gözəldir. Biz çox gözəl hazırlamışıq. Necə lazımdır hazırlamışıq. Dadı gözəldir. Ancaq bunun qalması üçün, qışda da bizi sürələrimizi bəzəməsi üçün, yeməklərimizdə istifadə etməyimiz üçün bunun ağzını yaxşı bağlamalıyıq ki, qışa qalsın. 50% hazırlamaqdan asılıdırsa, 50% də ağzının yaxşı bağlanmağından asılıdır ki, hava çəkməsin. Bəzən olur ki, təzə qapaqda olanda ağzı yaxşı ya biz yaxşı bağlaya bilmirik, ya da ki, qapaq özü yaxşı olmur. Sulu məhsulları bilmək olur. Tərsinə çevirirsən, görsə əgər fısıldayırsa, deməli yaxşı bağlamamışıq. Təzədən açıb bağlayırıq, qapağını dəyişirik, fısıltı səsi kəsir. Bankaları doldurduq, qapaqlarını yüngülvari üzərinə qoyuruq və pasterize edirik. Qazanın içərisinə su tökmüşük, içərisinə bir parça atmışıq. Bankaları suyun içərisinə qoyuruq. Bu şəkildə onu pasterize edirik. 10-15 dəqiqə suyun içərisinə pasterize etdik. Bir-bir çıxarıb qapağını möhkəm sıxırıq. Tərs çevirib soyana qədər gözlədirik. Soyandan sonra düzəldib dolaba yerləşdiririk. Bu qədər. Bu da mənim hazırladığım biber və pomidordan qarışıq pasta idi. Hazırlayıb yeməklərdə istifadə edə bilərsiniz. Adi çörəyin üzərinə də çəkib yeyə bilərsiniz. Çox dadlı olur. Həm də faydalıdır. Əgər bəyəndinizsə, sizə təkrarlayın. Bu videonu bəyəndinizsə, like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın. Nuş olsun.